Avtomobilə əyləşdikdən sonra ilk işimiz yerimizi düzgün tənzimləmək olur. Yerimizi düzgün tənzimləmişikmi? Əlimiz sükana, ayağımız pedallara rahat şəkildə çatırmı? Çatır. İkinci növbədə güzgüləri düzgün tənzimləyirik. Bax gör, güzgülərdən, sol güzgüdən arxa qapının dəstəyini görə bilirsən? Sol güzgüdən qızım. Sol güzgü. Görə bilirsənmi? Sağ güzgüdən necə? Yəni, arxa qapının dəstəyi demişkən, burada mən düzgün anla. Ola bilsin ki, sabahsı gün sən iki qapılı hər hansısa bir avtomobil aldın. O avtomobilin arxa qapısı olmayacaq ki, onun arxa qapısının qulpunu görəsən. Yəni, burada məqsəd öz avtomobilimizi qismən görməkdir. Ki, öz avtomobilimizlə də sağda, solda olan maneələr arasında nə qədər məsafə olduğunu hiss edə bilək, anlaya bilək. Yəni, onunla müqayisə apara bilək. Orta güzgü necə? Arxa pəncərəni rahat şəkildə gördük. İkinci addım buydu. Üçüncü növbədə təhlükəsizlik kəmərimizi taxırıq. Yəni, avtomobilə əyləşən kimi təhlükəsizlik kəmərini taxmırıq. Aha. İndi isə avtomobilimizi işə salırıq. Buyur. Bir dəfə vurduq, 5 saniyə gözləyirik təxminən. İkinci dəfə vurduq, yenə 5 saniyə gözləyirik və bu 5 saniyə müddət ərzində təhlükəsizlik yastığının işarəsinin sönməsini gözləyirik. Söndü. Üçüncü dəfə əyləc pedalını basırıq. Daha sonra əhsən. İndi burada bir sual yarana bilər səndə də, izləyicilərdə də ki, müəllim, mənim avtomobilim açarla işə düşmür, düymə vasitəsilə, yəni start-stopla işə düşür. Bəs onda necə işə salım? Eyni qaydadır. Yəni, avtomobil əgər düymə ilə, start-stopla işə düşürsə də, düyməni 3 dəfə basırıq, ümumilikdə. Hər dəfə basdıqdan sonra bir dəfə bastıq düyməni, 5 saniyə gözləyirik. İkinci dəfə bastıq, 5 saniyə gözləyirik. Üçüncü dəfə əyləc pedalını basaraq düyməni sıxırıq. Bu arada bizim avtomobildə izah eləmişəm bunu sənə. Əyləc pedalını, yəni, burax qızım, pedalı burax. Yəni, tormuz pedalını sıxmasaq da avtomobil işə düşür. Ancaq start-stopla xodlanan avtomobillərdə əyləc pedalını basmasaq avtomobilimiz işə düşmür. Yəni, biz indi ona görə əyləc pedalını basırıq ki, həm açarla işə düşən avtomobilləri rahat şəkildə işə sala biləsən, həm düymə ilə işə düşən avtomobili sabahsı gün rahat şəkildə işə sala biləsən. Digər səbəb isə sən əyləc pedalını, yəni tormuzu basan kimi avtomobilin arxasında stop işıqları yanır. Artıq bir növ sən ətrafda olan digər insanlara, hərəkət iştirakçılarına da məlumat ötürmüş olursan ki, bayaqdan dayanmış avtomobil artıq hərəkətə başlamaq istəyir. Yaxşı? İndi biz buradan sola doğru hərəkət eləmək istəyirik. Sağdan gələnin olub olmadığını rahat şəkildə görə bilirik, düzdür? Soldan necə? Görə bilmirik, düzdürmü? Bu böyrümüzdə dayanmış iri qabartlı avtomobildir, görüntünü məhdudlaşdırır. Deməli, nə düşünürük, nə edə bilərik? Maşını önə verib, yəni yavaş-yavaş avtomobilin ön hissəsini irəliyə doğru çıxardıb, soldan gələnin olmadığını əmin olduqdan sonra irəliyə çıxmaq düzdürmü? Məlum, belə olmalıdır. Ancaq burada sənə əlavə bir ipucu verim. İndi izah eləyəcəyim ipucu ki var, hər yerdə olmaya bilər. Lakin diqqətli olsan, əksər yerlərdə sənə mesaj verən, sənə məlumat ötürən bir şeylər tapa bilərsən. Soldan gələnin olub-olmadığını müəyyənləşdirməyin digər yolu. Bax, qarşıda dayanmış avtomobili, ağ avtomobil görürsən. Bax, o avtomobilin sol küncünə, sağ küncünə deyil, sol küncünə, tininə. Bax, görsənmi, bir balaca orada parıltı var. Düzdür? Bax, diqqətli ol. Bax, o sənin üçün bir növ güzgü rolunu oynayır. Görsən, soldan gələn piyadaların onun üstünə əksi düşdü. Bax, avtomobilin, düzdürmü? Və yaxud da bunun yerinə, bu avtomobilin yerinə bir şüşədə olmuş ola bilər. Fikrim çatdıra bilirəm. Yəni, o da sənin üçün bir məlumat. Və yaxud da hələ orada o göy
aparat ki var, hə, o setkanın yanında bir avtomobil dayanmış olsaydı, o sənin üçün daha da rahat görüntü verərdi. Kölgə düşər. Bəli, yəni orada dayanmış digər avtomobilin hər hansısa bir obyektin şüşəsinə baxaraq onlardan da məlumat əldə eləmək olur. Aydın oldu?